İzahına baxırıq. Salam bu arada. Deməli, sual 1. Səhv mülahizəni müəyyən edin. İnsanda tez yuxu fazasının davam etmə müddəti səhərə yaxın artır. Bu doğru fikirdir də. Səhərə yaxın ya minimum deyəndə 20, maksimum deyəndə 30-la gedirik. Fazada maddələr mübadiləsi güclənir, doğrudur. Qan təzyiqi yüksəlir, doğrudur. 1-1.5 saat yox, 10-15 dəqiqə davam edir. Sonuncu tez yuxuda 20-30 dəqiqə. Fazada nəbz və tənəffüs sürətlənir, doğrudur. Deməli, yanlış oldu, D variantı. Rəssam, şair və yazıçılarda yaddaşın hansı növü daha yaxşı inkişaf etmişdi? Yadınızda saxlayın, obrazlı yaddaş. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən edin. İnsanda şifahi nitqin formalaşması sol yarımkürənin alın payı ilə, yazılı nitqin formalaşması gicgah və təpə payları ilə idarə olunur. Seçenova görə baş beyin refleksinin neçə mərhələsi var? Oyanma və tormozlanma. 3-cü mərhələdə davranış. Deməli 3 mərhələ. Hansı təfəkkür əməliyyatında əşya və hadisələri xəyalən mühüm hissələrdə birləşdirir, yəni əşya və hadisələri ümumiləşdirir. İnsan orqanizmində yaranan bioloji fəal maddələrin məlumatın daha yaxşı yadda saxlanılmasına səbəb olduğu hisslər emosiyalardır. Bu da emosional yaddaş ilə idarə olunur. İnsan orqanizmində yaranan şərti refleks haqqında yanlış mülahizəni müəyyən edin. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçir, doğrudur. İrsi deyil, doğrudur. Tormozlana bilir, doğrudur. Fərdidir, doğrudur. Amma daimi şərtsiz refleksdir. MO sözü sarsılmaq, bir də həyəcanlanmaqdır. Refleks anlayışını elmə ilk dəfə kim tərəfindən gətirilir? Dekart tərəfindən gətirilir. Anadan gəlmə reflekslərə aid deyil. İsti əşya toxunduqda əlin çəkilməsi aiddir. Başın səs gələn istiqamətə çevrilməsi aiddir. Güclü işıqda gözlərin qıyılması aiddir. Limon gördükdə ağzın sulanması bu artıq şərti refleksdir. Şərtsiz yox. Yad cisim düşdükdə gözdən yaxaşması bu da anadan gəlmədir, şərtsiz. İnsanda hansı şərtsiz refleks deyil? Asqırma şərtsiz refleksdir. Parlaq işıqda göz bəbəyin daralması şərtsizdir. Uşağın südənməsi şərtsizdir. Göz qırpma şərtsizdir. İtdən qorxub qaçmaq şərti refleksdir. Müdafiə reflekslərinə aid deyil. Qusma müdafiədir. Asqırma müdafiədir. Öskürmə müdafiədir. Göz qırpma müdafiədir. Çeynəmə qidalanmadır. İnsanda baş vermiş yuxu fazaları 8. Yadınızda ümumilikcə saxlayın. Yuxu fazası, ləng yuxu fazası, tez yuxu fazası. Yəni biri-birini əvəz edir. Əgər 8 faza varsa, bunun 4-ü ləng yuxuya düşür, yarı-yarıya. 4-ü də tez yuxuya düşür. Bu hissəni bildik. Yəni sıralama bu formada yazsaz da gəlib o formada alınacaq. İndi nəyi deyir? Ləng yuxu fazasının davam etmə müddəti 1.5 saat olub. 4 dəfə, yəni 4 ləng yuxum var da, 4-ü vuracam 1.5-ə, tapacam 6 saat. Deməli, bu adam 6 saat ləngdə yatıb. Tez yuxu fazasının davam etmə müddəti 15 dəqiqədir, sonuncu 25 dəqiqə. 4 dənə də tez yuxum var. Bunun sonuncusu 25-dirsə, yerdə qalan 3 dənəsi də 3 vurulsun 15-dir. Bu da eləyir 45, 45-in də üstünə 25, 70. 70 dəqiqə. 70 dəqiqəm də 1 saat 10 dəqiqə deməkdir. Yəni, mənim 1 saatımda 60 dəqiqə var da, 60 üstə gələk 10. Yəni, 1 saat 10 dəqiqə deməkdir. 6 saat yatdı ləng yuxuda, 70 dəqiqə də yatdı tez yuxuda. Bunu da toplayanda eləyir 7 saat 10 dəqiqə. Deməli, tapdım B variantı. İnsanda baş beyin reflekslərinin yaranmasını İlk dəfə olaraq mərhələyə ayırıb Seçenov 3 mərhələyə. Oyanma və tormozlanma. 3-cüdə davranış. Xəstə məlumatları yadda saxlaya və təkrar edə bilmir. Çünki bunun yaddaşı zəifdir. Yəni, alın və gicgah payları zədələnib. 2 nəfər uzaqda söhbət edir. Biz onların sifətlərini görür, lakin səslərini eşitmirik. Bu halda nəyi təyin edə bilərik?
Yəni məsələn, nə danışdığını, peşəyə sahib olduğunu, fikirləşdiyini, hansı dildə danışdığını müəyyən edə bilmərik, amma hansı emosiyaları keçirdiyini müəyyən edərik. Əsəbi danışır, gülə-gülə danışır, qəmgindir, bədbindir, yəni bunu müəyyən edə bilərik. Yadda qalmasında əsas rolu obrazlı yaddaş oynamır, elə idman hərəkətləri. İdman hərəkətləri hərəki yaddaşdır, yəni hərəkət yaddaşı. Təbiət lövhələri, insan səsləri, musiqilər, çiçək qoxuları obrazlı yaddaşdır. İnsanda şərtsiz refleksin yaranması üçün aşağıdakılardan hansı olması vacib deyil? Yarımkürələr qabığı şərti refleksdir. Şərtsiz baş beyin kötüyüdür, onurğa beyin kötüyü, bir də qabıqaltı nüvələr. Səhərə yaxın tez yuxunun davam etmə müddəti 20-30 dəqiqədir, yadınızda saxlayın. 7-8 yuxuda maksimum neçə faza olur? Ümumiyyətcə 4-5 sikldən ibarətdir. 7-8 saat yuxum. Bir sikldə 2 fazadır. Yəni 4 sikldə 8 faza var, ləng tez. 5 sikldə də 10 faza var, ləng tez. Maksimum deyəndə də 10 götürürük. Nitq və təfəkkür kimi yalnız insana xas olan funksiyalar baş beynin hansı şöbəsi ilə idarə olunur? Baş beyin yarımkürələri ilə. Hansı mülahizəni şərti refleksə aid etmək olmaz? Övlada valideynlərdən irsən keçmir. Əsasən bu doğrudur da keçmir. Bu refleks zamanı sinir impulsları onurğa beynindən keçə bilməz. Bu yanlışdır, keçə bilər. Bu refleks növünün bütün fərdlərdə eyni olmaya bilər, doğrudur. Orqanizm bütün həyatı boyu qazanılır, doğrudur. Yarımkürələr iştirak edir, doğrudur. Deməli, yanlışdır B variantı. Pavlovun apardığı təcrübə nəticəsində itdə yaranan şərti refleks qövsü şərtsiz qida refleks qövsündən hansı hissə və hissələrinə görə fərqlənir? Baxın, itdə əsasən lampa birinci təsirsiz qıcığı idi, sonra şərti qıcığa çevrildi. Deməli, itdə birinci görmə mərkəzi yarandı, amma şərtsiz qida refleksində birinci reseptor sahədir. Deməli, hər ikisində də bir fərqləndi. Sonra şərtsiz qida refleksinin ikinci hissəsi hissi oldu, amma itdə ikinci hissəsi görməklə dad arasında, yəni ağız suyu mərkəzi arasında, yəni müvəqqəti əlaqə yaranır. Deməli, fərqlidir bir də bu iki. İtdə 3 mərkəzdir, yəni şərtsizdə. Amma Pavlovun apardığı təcrübədə, belə deyim, şərtidə 3 mərkəz deyil. Deməli, ona görə 1, 2, 3 hissə biri-biri ilə fərqlənir. Görmə mərkəzi ilə dad mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Bunu yadımızda saxladıq. Deməli, harada fərqləndi? 1-də, 2-də, 3-də. Çünki yenə deyirəm, şərtsiz qida refleksi əsasən dilin reseptorlarıdır. Yəni, ümumiyyətcə reseptor sahədir, hissidir, mərkəzdir, hərəkidir, işçi orqandır. Amma itdə artıq görmə mərkəzi də var, müvəqqəti əlaqə də var şərt refleksdə. Yəni, ona görə fərqlənir. Böyük yarımkürələr qabığının hansı payları zədələndikdə yaddaş itir? Alın və gicgah payı zədələndikdə yaddaş itir. Şərti refleksdir. Yeni doğmuş uşağın su dənməsi şərtsizdir. İsti əşya toxunduqda əlini tez geriyə çəkməsi şərtsizdir. Kürd toyuğun pişik gördükdə cücələrini qoruması şərtsizdir. İnsanın qəflətən səs gələn tərəfə çevrilməsi şərtsizdir. Amma pişik artıq itdən qorxub ki, hər dəfə onu görəndə tükü biz-biz olur. Neçə yaddaşdan, yəni bu şərtidir. Neçə yaşdan sonra, 50 yaşdan sonra zəifləməyə başlayır. Düşüncəli fəaliyyətin ali forması təfəkkürdür. Verilənlərdən hansını və hansıları şərtsiz ağız suyu ifrazında rolu var? Qida dadını. Mütləq dadını tanımalıyam ki, ağız suyu ifraz olunsun, görünüşü falan yox. Hər iki valideyn Çinli olan yenicə doğulmuş uşağı Almaniyaya götürüb saxlamışdı Alman ailəsi. Bu uşaq sosial mühitlə ilə danışır, o da onu danışacaq Alman dilində. Yazılan nitq yaddaşın hansı növünə aiddir? Yazılan nitq yaddaşın hərəkət yaddaşına aiddir. Yəni, yazı yazanda bir hərəkətdə olursan. Verilmiş halların hansında şərti refleks ilə əlaqədardır? Limon görəndə ağız suyu ifrazı. Bu doğrudur. Limon sözünü təkrarladıqda ağız suyu ifrazı, limonu yeyəndə ağız suyu ifrazı. Burada olacaq əsasən 1, 3. Yəqin C variantıdır da. Seçenova görə baş beyin refleksin birinci mərhələsi nədir? Birinci mərhələ oyanmadır. Reseptorlardan gələn oyanma. Yuxunu pozan amillərə aid deyil.
Az hərəkət etmək, gün ərzində yorulmaq aiddir. Sidik kisəsinin dolması aiddir. Yataq otağının işıqlı olması aiddir. Mədənin boş olması aiddir. Yatmazdan qabaq açıq havada olmaq aid deyil. Yuxu görmə zamanı insanın beyin qabığının hansı payında sinir hüceyrələrinin fəaliyyəti artır? Ənsə payında. Şərti ağız suyu refleksində iştirak etmir. Dilin reseptorları şərtsiz deyirsə, şərtsizdə. Görmə reseptoru yoxdur. Görmə şərti də var. Şərtsizdə müvəqqəti əlaqə yoxdur. İnsanda maksimum sayda yuxu sikli baş vermişdir. Yuxu sikli 4-5 sikldir. Maksimum deyirsə 5-dir. Yəni 10 fazadır. İndi deyir ki, lənc yuxu fazası, bu onun da 5-i lənc yuxudur, 5-i tez yuxudur. Deyir, lənc yuxu faza boyu 1 saat yatıb. Yəni bu ləh yuxuda 5 saat yatıb. Tez yuxu minimumdan başlayaraq hər dəfə 5 dəqiqə artıb. Məsələn, birinci tez yuxu 10 dəqiqə olub, ikinci tez yuxu 15 dəqiqə olub, üçüncü tez yuxu 20 dəqiqə olub, dördüncü tez yuxu 25 dəqiqə olub, beşinci tez yuxu da əsasən 25-in üstünə 30 dəqiqə olub. İndi bunu hesabla. 10 üstünə 15 eləyir 25. 25-in üstünə 25, 50, 50-in üstünə 30, 80, 80-ın üstünə də 20, 100. Yəni burada 100-üm də 100 dəqiqəmin içində 60 dəqiqə var. Yəni 1 saatım var. Bir də əlavə olaraq 40 dəqiqəni götürəcəksiniz də 100-dən 60-ın çıxanda 40 qalır. Deməli, tez yuxuda da 1 saat 40 dəqiqə yatıb. 5 saatla 1 saat 40 dəqiqəni toplayırsan. Bu deyir 6 saat 40 dəqiqə. Deməli, bu insan 6 saat 40 dəqiqə yatıb. İnsanda emosiyaların yaranmasında iştirak edir. Böyük yarımkürələrin qabığı ilə ara beyin yadınızda saxlayın. Refleks qövsü, baş beyin refleksləri Seçenov, analizator Pavlov. Verilənlərə əsasən 3 prosesin 3-cü hissəsi birinci və ikinci proseslərin neçənci mərhələsinə uyğundur? Analizatorun 3-cü hissəsi. Analizatorun 3-cü hissəsi əsasən işçi orqandır da, yəni analizator deyir. İndi sizdən deyir ki, neçənci hissəsinə uyğundur? Refleks qövsüdür. Başa düşmədim, baxma. Verilənlərə əsasən 3-cü prosesin. Analizatorun Pavlova görə 3-cü hissəsi. Aha, başa düşdüm indi. Pavlova görə analizatorun 3-cü hissəsi mərkəzdir. Всё. İndi sualı başa düşdüm. Refleks qövsünün də mərkəz, bu da 3-cü hissəsinə uyğundur da. Baş beyin reflekslərində mərkəz, bu da 2-ci hissəyə uyğundur. Oyanma və tormozlanma baş beyində 2-ci hissə, 3-cüdə davranış. Deməli, birincidə 3-cü hissə, ikincidə 2-ci hissəyə uyğun oldu. Y variantı. Bu da stresin. Seliyə sılsı sözü ilə yadımda mən saxlamışam. Siz də elə saxlayın. Stres anlayışını elmə gətirilmişdir. Daha sonra 41. Şərtsiz ağız suyu ifrazı refleksinə şəkildə əsasən uyğunluğu müəyyən edin. Gəlin, müəyyən edək. Birinci nə deyir? Birinci əsasən dilin reseptorları olacaq. D. Daha sonra ikinci. Sizdən nəyi soruşur? Sıralamanı soruşur. Bir dedi. İkinci, burada 2. Ağız suyunu ifraz edən mərkəz olacaq. Yəqin C. Daha sonra üçüncüyə baxırıq. 3. Ağız suyu vəzisidir. B. Dördüncü də baş beyin yarımkürəsinin qidasıdır. Bax, bu ikisi arasında müvəqqəti əlaqə yaranır. Deməli, hansı oldu? C variantı oldu. İnstinkt deyil. Qaranquşun yuva qurması instinktdir. Bal arısının şam düzəltməsi instinktdir. Ev itinin itburnu kolunun yanında ehtiyatla keçməsi bu artıq instinkt deyil, düşüncəli fəaliyyətdir. Ördəyin yumurtadan yenicə çıxmış balalarının üzməyə bacarması instinkt, hörümçəyin tor qoruması instinkt. Yuxu fazasının minimal davam etmə müddətini nəzərə alaraq, saat 22:30-da yuxuya getmiş insanın gecə saat 02:20-də. Aha, 22:30-da bu adam yuxuya gedəndə minimal, lənc yuxuya gedir 1 saat. 23:30-da bu adam lənc yuxudan çıxır. Bax, belə deyim, girir tez yuxuya. Minimumsa 10-dur. 23, yəni tez yuxunu 10 dəqiqə ilə götürürsən minimum deyəndə. 23:40-da bu adam tez yuxudan çıxır. Girir bir də lənc yuxuya. 00:40-da bu adam lənc yuxudan çıxır. 00:50-də tez yuxudan çıxır. 01:50-də bu adam lənc yuxudan çıxır.
üzərinə 60 gəlsən 01:60-da, yəni 02:00-da tez yuxudan çıxır, girir ləng yuxuya. 02:20 iradələrində bu adam ləng yuxudadır. Ləng yuxuya uyğun olanı tapırsınız, ürək fəaliyyətləri zəifləyir D variantı. Şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirmədikdə yaranan şərti refleks tədricən zəifləyir və sönür. Bu da daxili tormozlanma adlanır. Şimpanzenin bu davranışı düşüncəli fəaliyyətdir. Şərti refleksdir. Səs eşitdikdə başımızı həmin istiqamətə çevirmək şərtsizdir.